Fərqində olmalı. Həqiqətən də çox xanım elədir. Elə bilirlər ki, çətindir. Kimsə uğurlu olursa, kimsə nəsə bacarırsa, deməli bu elə dünyaya belə gəlinmiş kimi. Mən dəfələrlə xanımlara vurğulam ki, mən dünyaya belə gəlməmişəm. Mən də ilk başdan mən də heç nə bilmirdim. Sıfırdan başlamışdım. Mənim amma özümə hər zaman inamım olurdu. O güzgü məsələsi var. Güzgün qabağını deyəm, dedim ki, sən çox gözəlsən, sən bacaracaqsan, sən iradəli olacaqsan. Yəni bu xanımların özündən gəlir. İndi mənim müraciət edəndə görürəm deyirlər ki, yox siz yəqin bacarmısınız, sizdə yəqin alınıb, siz yəqin. Yəni yəqin məsələsi deyil. Bu hər kəs də var. Şans da hər kəsə Allah tərəfindən verilir, güc də hər kəsə, mən deyirəm, beyin, göz, hər kəsə Allah tərəfindən verilir. Və bu hər kəsə verilibsə, deməli bunu siz də düzgün istifadə etməlisiniz. Yəni Allah seçmir ki, düzgün idarə eləməlisiniz. Bəli, bu günləri bəli öz əlimizdədir. Hər şey bizim düşüncəmizdə, hər şey bizim buradan başlayır. Buradan düşünün və əllərimizdədir. Və cəhdlə. Bəli. Əslində sözdə bəzi insanlara çox asan gəlir onları danışmaq, amma əməldə çox çətindir. Mən özüm çox gözəl bilirəm ki, siz uzun illər öncəsində, 6-7 il öncəsində ilk addımlarınızda çox düşüşləriniz, qalxışlarınız, çox maneələr olub. Çox olur. Elə günü bu günə kimi hansısa görsən ki, problemlər yaranır. Çox xanım hansı problem yaranan kimi, hiss bu problem çıxsa mən dayanmalıyam deyir. Dayanır, geri çəkilir. Amma o qədər olub ki, bizim qabağımıza problemlər çıxır və həmin o problemin həlli yolunu tapmışam ki, və nə problem baş veribsə, o mənim üçün gözəl qapıların açılmağı demək olur və buna hər zaman bu yöndən baxmışam və buna görə də daha gözəl olub hər şey. Nə başıma problem gəlibsə, nə iş olubsa, hər bir işdə, hər bir sahədə olur da, uğursuzluq olur, uğurlu olmaq olur. Yəni nə olubsa demişəm ki, deməli bu daha yaxşıdır ki, mənim üçün bu başıma gəlir və görmüşəm ki, Allah Taala mənim üçün çox böyük bir gül baxtası hazırlayıb ki, bunu mənim başıma gətirir. Ona görə də çox xanımlara heç vaxt düşməyin, ay stresə düşdüm. Yəni o da sizin əlinizdədir. Stresə düşmüsünüzsə xanım kimi durun hər hansı bir yeməyi hazırlayın, evi təmizləyin. Ya məndə olmur, məndə də o hər şey olur, o hər kəsdə olur o şeylər. Dilara xanım, sizcə bax bu illər ərzində karyeranızda, uğurlu iş həyatınızda qarşılaşdığınız ən böyük maneə və atdığınız ən uğurlu cəsarətli addım hansı olub? Hal-hazırda qurduğum öz işim olub, hansı ki, mən bu işi mən qeyd edirəm hər zaman ki, yəni Allah Taala başımıza nəsə bir şey gətirib, deməli o nəsə yaxşı bir şey olacaq ki, başımıza mükafatı var. Bu işi qurmağım olub, hansı ki, həmin vaxtlarda düşünürdüm ki, artıq mənim üçün hər şey sondur, yəqin mən daha bacara bilməyəcəm. Bu düşüncə məndə də yaranmışdı, hər kəsdə olduğu kimi, amma yenə də özüm ayağa qalxdım və öz atama da, anama dedim ki, mən bacaracağam. Siz sadəcə olaraq qıraqdan baxın. Həqiqətən də həmin vaxtlarda rayonda qalırdım və gəldim, öz evim vardı burada evimə və həmin vaxtdan sonra başladım artıq öz üzərində daha çox işləməyə, daha çox öyrənməyə, daha çox işləməyə. Vaxt olurdu ki, mən o qədər çox işimi sevirləşdirdim ki, yatmırdım və bu mənə enerji verirdi, yatmağım belə enerji verirdi ki, deməli mən bacarıram ki, mən bunun ötəsindən gəlirəm. Çünki insanı o dərəmə xoşbəxt olanda, sevici olanda heç bir şey ona yorğunluq gətirmir, yuxu gətirmir. Gözünə şey görür. Bəli. Həmin vaxtlar oldu və artıq bu il başlayanda da çox yeni bir layihələrə başlamışıq və çox uğurlu keçdik. Bir neçə ay öncə keçən dəfə studiyamızda olanda yeni layihələr demişdiniz və demişdiniz ki, inşallah baş versin deyəcəm. Varmı həmin o baş verən layihələr? Çox gözəl yeniliklər var iş həyatımda. Bunu məni izləyənlər, tanıyanlar da bilirlər ki, çox böyük dəyişikliklər var. Hər bir cəhətdən mən yəni ilk başladığım vaxtda da bunun olmağını istəyirdim, amma hal-hazırda həqiqətən demək olar ki, öz məqsədimə çatmışam və mənim də çəkir məqsədim var ki, mənim kimi olan evdar xanımlar işləmək istəyib, amma hansı səbəblərə görə işləyə bilməyən xanımlar evdən işləsinlər və bu saytda olaraq ki, artıq öz uğurlarımı imza atmışam. İnşallah gələn səfərki görüşlərdə mənimlə bərabər burada hansı xanımlar bir gələr. Çox gözəl olur. Həm motivasiya, həm dəstək, həm hər tərəfdən, bəli. Düzdür, neqativ yaşadığımız hallar da olur, amma bunun da öhdəsindən gəlməyə inşallah çalışırıq və çox da gözəl olur hər bir şey. Ümumiyyətlə, həmin o digər xanımlar, dediyiniz kimi evdar xanımlara, özünü belə deyək də, yəni gəlin biraz kobud səsində yararsız hiss eləyən xanımlar var da. Düşünürlər ki, mən elə insanlar var ki, təhsil ala bilməyib. Ay yaşın, özünün içindəki həmin o qabiliyyətini kəşf elənməmiş xanımlar var ki, həmin o xanımlara dəstək məqsədi ilə hansı proqram və yaxud hansı təşəbbüslər həyata keçirirsiniz gününüzdə? Ən çox onlarla gündəlik görüşlər keçiririk, yəni onlayn görüşlər keçiririk. Fərqli mövzulara toxunuruq, danışırıq, onlar bilsinlər ki, artıq bu həyatda onlar da hər bir şeylər. Hər zaman deyirəm ki, başlamasan bilə bilməzsən ki, sən bunu bacarırsan ya yox. Bacarığını kəşf etmək. Bəli, öz bacarığını kəşf etmək üçün tez danışıqlar keçiririk, lazım gələrsə görüşlər də keçiririk.
edirik. Yaxın zamanda çox böyük görüşlər keçirməyi də planlayırıq. Qabaqdan yay gəlir, birlikdə çox gözəl gəzintilər keçirməyi də planlayırıq ki, onlarla birlikdə inşallah çox maraqlı olacaq və mən elə Ruhiyyə xanımın da inşallah yaxın zamanda bu dəstəyi götürəcəm, öz görüşlərinizi təqdim edəcəm. Gəlsin xanımlarımızla Ruhiyyə xanımın imzası varsa o iş mükəmməl olacaq. Hələ uğurlu xanımların bir araya gəldiyi bir işdirsə niyə də olmasın? Əminəm ki, gücləriniz, siz də güclü xanımsınız, Ruhiyyə xanım da çox güclü xanımdır. Və bizim bir xanımımız var ki, Sevil xanım, sizi çox yeni kəşf eləmişik. Çox təəssüf ki, yeni kəşf eləmişik. Kaş ki, daha öncələrindən biz sizin o işlərinizi, gözəl bacarıqlarınızı kəşf eləmiş olsa da, amma gec deyil, ziyanın yarısına dönmək də kardır. Sevil xanım, mən müəyyən qədər özüm araşdırdığım,